Kanım bak, ne dedin lan sen? Tam sabır ettin be. Ne var bak? Ona bak. Ne var ya burada? Ne var sana? Hadi dur atacağım bak. Öldüm abi, ne kadar zolda məşq elədi ya Allah. Vay yox, silahım gözüm yadım ağrı, gedim yatım. Vay bu nədir? Ölüm başım ağrı ya. Gedim rahat yatım ya, bilirsin. Öldüm ama nerede? Ay da paydanım ne kadar ağrıydı. Yatım bir. Bir tane ayağla mahkum tapmışam. Gidim onun qoşum nəyi var oynayayım he. Burada deyəsən qardaşım deyil də yoxdur. Vır çatlasın, çal olmasın. Mahkum qoşarım da. Ben mahkumu tapdım. Bazıda tuvalet ne var? Koyunlara yatar. Allah Allah. Görüş bir darmış yalan. Görüş bir darmış yalan. Zine farmazmış yalan. Zine farmazmış yalan. Görüş bir darmış yalan. Allah Allah. Söndürün de ne olur? Akay pecir huzan. Akay pecir huzan. Ringi sirir aşık zan. Ringi sirir aşık zaman. Akay pecir huzan. Şatı yapıyla bunu. Söndürün abi. Akay pecir huzan. Abi! Abi ne yaparsın? Ay yakabilirler seni. Ay koyuyor. Allah'ım yakabilirler. Ay söndür. Ay söndür. Abi söndür yapmak değil. Yüzüne maskasa değil. Oldu bre ya. Gel buraya şimdi. Oraya basayım. Salam əziz izləyicilər, gördüyünüz bu obyekt icarəyə verilir. Cəlilabad rayon Babək küçəsi 103 Narıncı Marketin yanından İran-Bazana gedən yolun üstündə yerləşir. Yəni hər bir şəraiti var, sanitar qovşağına kimi var. Giriş qapısı da burdandır. Tam remontludur və onu da deyim ki, sahibi tərəfindən bütün sənədləri qaydasına salınır.
Hal-hazırda gördüyünüz kimi burada gəlinliklər satılır. Amma buranı kim icarəyə götürsə, həmin gün bu obyekt boşaldılacaq. İndi operator bir dənə zəhmət olmasa buyur buraları çək. Bax gördüyünüz kimi burada ikinci qapısı da var. İşıqları belədir. Yerdə gördüyünüz kimi kafel döşənir. Və orada gördüyünüz yerdə isə buranı icarə götürüldükdən sonra ora açılacaq. Yəni obyekt daha da genişlənəcək. Və bu obyektin içində qadın gözəllik salonu və sanitar qovşağı da var. Buyurun gedək çəkək, göstərək oranda. Gördüyünüz kimi sanitar qovşağı buradır. İndi isə gözəllik salonuna tərəf gedək. Əziz izləyicilər, sanitar qovşağını göstərdik. İndi isə keçək gözəllik salonunu göstərək. Gördüyünüz kimi gözəllik salonu buradır. İçində hər bir şey var. Oturmaq üçün stolları var. 3 nəfər burada ayrı-ayrı gözəllik işləri ilə məşğul ola bilər. Burada saç yumaq üçün ayrı bir avadanlıq var. Və burada da dırnaq ustaları üçün yer var. Kondisioneri var. Gördüyünüz kimi kamerası da var. İsti soyuq sular da var. Onu da qeyd edeyim. Əziz izləyicilər, gözəllik salonunu çəkdim, göstərdim. Kim istəyirsə buyurub gəlib baxa bilər. İndi keçək digər məsələyə. Digər məsələ isə bundan ibarətdir ki, gözəllik salonu üçün ayrıca pul ödənilməyəcək. Yəni bu iki obyekt bir icarə fonunun içərisindədir. Və gördüyünüz buradakı bütün gəlinliklər buraya icarəyə götürüldükdən sonra hamısı boşaldılacaq. Əziz izləyicilər, bunu da qeyd etmək istəyirəm ki, gördüyünüz bu obyekt həm gözəllik salonu, həm də gəlinlik studiyası kimi fəaliyyət göstərir. Bunu da qeyd edim ki, bu obyekt hazır biznesdir. Yəni buranı həm gözəllik salonu, həm də gəlinlik studiyası kimi icarəyə götürmək istəyənlər qazanacaq. Yəni əlavə xərcə girməyəcəklər. Əziz izləyicilər, gördüyünüz bu obyekti başqa bir iş üçün icarəyə götürmək istəsəniz əgər, gördüyünüz buradakı hər şey boşaldılacaq. Əziz izləyicilər, obyektin bütöv içini göstərdik. İndi isə gedirik çöldən çəkiliş etməyə. Əziz izləyicilər, indi isə obyekti çöldən çəkiliş edirik. Gördüyünüz kimi burada əlaqə nömrəsi var, salonla əlaqə və bu nömrənin WhatsApp-ı da işləkdir. Və gördüyünüz kimi belə hazır reklamlar da var. Nur Studio fəaliyyət göstərir. Burada İran bazarının yoludur, gördüyünüz kimi. Bu gördüyünüz yol İran bazarına gedən yoldur. Ünvanı da stadion küçəsinin sonunda. Küçənin adı isə Babək küçəsi 103. Buyurub gəlib baxa bilərsiniz. Allah hər kəsin xeyrin versin.